Birinci Qarabağ döyüşləri zamanı şəhid olmuş Tarzan ləqəbli Ağayarov Afət Ağayar oğlunun məzarının önündəyik. Tarzan ləqəbli Ağayarov Afət Ağayar oğlu 24 noyabr 1973-cü ildə Zəngəzur mahalının Sisyan bölgəsinin Sofulu kəndində anadan olmuşdur. O 1988-ci ildə ermənilərin həyata keçirdiyi deportasiya siyasəti nəticəsində öz ailə üzvləri ilə birlikdə doğma yurt yuvasını tərk edərək Sumqayıt şəhərinə pənah gətirir. O təhsilini Sumqayıt şəhəri 14 saylı orta məktəbdə alıb. Ağayarov Afət Ağayar oğlu cəsarətli kəşfiyyatçı kimi düşmən mövqelərindən mühüm məlumatlar toplayaraq apardığı əməliyyatlar nəticəsində düşmən əskərlərini əsir alaraq Azərbaycana gətirir və apardığı uğurlu döyüşlərinə görə komandiri onu Tarzan ləqəbi ilə çağırır və vətənin müdafiəsi uğrunda o 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Onun ilk döyüş yolu Qubadlı istiqamətindən başlayır və Qubadlı istiqamətində gedən döyüşlər zamanı yaralansa da o Sumqayıt hərbi qospitalında müalicəsini bitirdikdən sonra ailə üzvlərinə xəbər vermədən yenidən cəbhəyə yola düşür və Ağdam istiqamətində gedən döyüşlərdə cəsarətli döyüş göstərir və bu döyüşlərin sayəsində o 1993-cü il 16 iyul snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır. Bacısı Xudaverdiyeva Səlviyə. Şəhidimizin xatirələri haqqında nə demək istərdiniz? Qoçaq olub, biləm, hər şey deyə bilər onun haqqında. 16 yaşına baxmayaraq o öz başına getdi Qubadlıya. Qubadda 6 ay ondan bizim xəbərimiz olmadı. 6 aydan sonra gəldi, dedi ki, getmə, dedi. O bütün atanı, ananı qırağa qoyub o vətəni seçdi. Şəhid Afət Ağayarovun qardaşı, böyük qardaşı. Müharibənin qızğın pis vaxtlarındaydı, bu dedi getməliyəm. Çox qarşısını almaq istədik, mümkün olmadı, getdi. Sadəcə yaşı o yaşda öldü, 16 yaşı var idi. Getdi, vuruşdu, yaralandı, at çıxartdı, san çıxartdı, qəhrəmancasına vuruşdu. Ha, elə-belə vuruşan oğlan döydü, qəhrəmancasına vuruşurdu. Uzun müddət vuruşdu. Yaralandı, gəldi. Heç inanırsınız, yaralananda bizə deməmiş, xəbər eləməmişdi ki, bu bilməsinlər. Qubadlıdan başladığım müharibə, vuruşması Ağdamda bitdi. Ağdamda şəhid oldu. Bütün demək olar ki, Ağdam cəmaatı onu tanıyır. Milli qəhrəman düşürdü bana. Mən yenə də istəyərdim ki, yenə də bizim bu şəhidimizə, igid övladımıza qəhrəman adı verilsin. Şəhidi mənim bibim nəvəsidir. Balaca vaxtından vətənpərvər, mərdana uşağıdır. Heç kəsin sözünü atqaz eləməzdi. Cəbhədə bizdən xəbərsiz getdi. Hələ o vaxt onun yaşı çatmırdı. Vəzifəsi kəşfiyyatçı idi, dil gətirirdi. Onunla başına ermənilər kim gelirdi, Tarzanın başını gətirsə, onun ağırlığında ona pul veriləcəkdi. Elə qəhrəman uşağıdır. Afət Ağayarov cəmi 19 illik həyat yaşasa da, onun vətən uğrunda göstərdiyi qəhrəmanlıq, şücaətlik xalqımızın qəlbində və yaddaşında əbədi olaraq qalacaq. Onun adı qəhrəmanlıq səlnaməmizin şərəfli səhifələrindən biridir. Onu da qeyd edək ki, gördüyümüz bu şəhid barelyefi Ağayarov Afət Ağayar oğlunun yaşadığı mənzilin ətrafındadır. Şəhidlik bir zirvədir, ünvanı isə əbədiyyətdir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.